quru əlaqəsidir. Оценивая потенциал соседей, мы говорим, что да. Qonşularımızın potensialını qiymətləndirərək deyə bilərik ki, bəli, müxtəlif ssenarilərdə NATO qüvvələri real şəkildə regionda yerləşdirilə bilər. Ona görə də biz özümüzü yalnız adi silahlarla döyüş əməliyyatları aparmaqla məhdudlaşdıra bilməyəcəyik. NATO'nun silahlı qüvvələri bizimkindən 4-5 dəfə böyükdür və onun birləşmiş hərbi potensialı Rusiyanın imkanlarını üstələyir. Buna görə də Kaliningradı ələ keçirmək cəhdlərinə yalnız bir mümkün cavab var. Bu da nüvə zərbəsidir. Avropalı ekspertlər isə nə NATO'nun, nə də Avropa ölkələrinin hazırda Rusiyaya qarşı Kaliningrad uğrunda müharibə aparmaq imkanında olduğunu bildirirlər. Xüsusilə də ABŞ, İsrail və İran arasında Hörmüz boğazı ətrafında davam edən münaqişə fonunda. Hər hansı əlavə gərginlik dünya iqtisadiyyatını daha da ağır vəziyyətə sala bilər. Onsuz da çətinlik yaşayan qlobal iqtisadiyyat üçün bu vəziyyəti daha da mürəkkəbləşdirər və beynəlxalq təhlükəsizliyi ciddi şəkildə risk altına atar. Bu səbəbdən Avropa və Amerika Birləşmiş Ştatlarının mövcud vəziyyətdən istifadə edib münaqişəni geniş miqyaslı qarşıdurmaya çevirməsi çox az ehtimal olunur. Avropada hesab edirlər ki, Rusiya Ukraynada döyüş meydanında olduğu kimi Avropa üçün birbaşa hərbi təhdid yaratmasa da, Moskva köhnə qitədə müxtəlif yollarla təhlükə təşkil edir. Bu təhlükələrə NATO'nun şərq cinahına birbaşa hərbi təzyiq, raket və dron hücumları, kiber hücumlar, sabotaj və dezinformasiya kampaniyaları, enerji və iqtisadi təzyiq vasitələri, həmçinin Ukrayna zəiflədikcə və Qərbin birliyi parçalandıqca münaqişənin daha da genişlənməsi riskləri daxildir. Bununla belə NATO Rusiyanı ən ciddi və birbaşa təhlükə kimi qiymətləndirsə də, Rusiyanın Ukrayna sərhədlərindən kənara çıxaraq müharibəni genişləndirmək niyyəti açıq şəkildə müşahidə olunur. Polşa Baş naziri Donald Tuskun Rusiya yaxın aylarda NATO ölkələrindən birinə hücum edə bilər. Avropaya yalnız kağız üzərində zəmanətlər deyil, həm də real hərbi qüvvə, logistika və sərt cavab verməyə hazır olmaq lazımdır açıqlaması Baltikyanlı region, o cümlədən Kaliningrad ətrafındakı vəziyyəti lap gərginləşdirib. Rusiya Xarici İşlər Nazirliyi Qərb ölkələrinin artıq ritorikadan modelləşdirilmiş döyüş fəaliyyətinə keçdiyini qeydə aldığını açıqlayıb. Xarici İşlər Naziri Sergey Lavrov Kaliningrad vilayətinə qarşı mümkün təxribatların dağıdıcı nəticələrə səbəb olacağını bildirib. O, bu cür senarilərin son dərəcə təhlükəli hesab edildiyini və eskalasiyaya səbəb ola biləcəyini vurğulayıb. Rəsmi Moskvanın reaksiyasından da məlum olur ki, Qərb ölkələrinin Baltik regionundakı təlimləri, müharibə məşqi Rusiya sərhədlərində NATO yumruğu kimi xarakterizə olunur. Fərid Əkbərov, İTV Xəbər, Moskva.